Erkən feodalizm dövründə həm Bizans dövləti, həm də Ərəb xilafəti ilə diplomatik əlaqələr yaratmışdır. Əvvəlcə erkən feodalizm dövrünün neçənci əsrlər olduğunu qeyd edirik. 3-11-ci əsrlərdən söhbət gedir. Variantlara baxırıq. Ümumən Ağ Hun imperatorluğu, nə Ərəb xilafəti, nə də Bizansla bağlı məqamlar yoxdur. Çünki zaman baxımından, həm də coğrafi baxımdan bu dövlətlərin əlaqəsi yoxdur. Əvvəlcə 5-i çıxardırıq. Daha sonra burada Osmanlı imperiyasını görürük. Osmanlı ümumiyyətlə tarix səhnəsinə bir dövlət kimi 1302-ci ildən etibarən çıxıbdır. Bu da erkən orta əsrlərə düşən bir dövlət deyil. Ona görə 4-ü də bu səbəbdən dolayı çıxardırıq. Daha sonra Dehli Sultanlığına baxırıq. Burada 1206-cı ildə yaranmış bir dövlətdir. Dehli Sultanlığı da yenə zaman baxımından 3-11-ci əsrlərə düşən bir dövlət deyil. 2-ni də bu səbəbdən dolayı çıxardırıq. Və geriyə 1 Frank imperiyası və 3 Albaniya dövləti qalır ki, bu bizim düzgün cavabımızdır. Həqiqətən də həm Frank imperiyası, həm də Albaniya dövləti Bizans dövləti ilə, eyni zamanda isə Ərəb xilafəti ilə diplomatik əlaqələr saxlamışdır. Düzgün cavabımız 1 və 3 olacaqdır.